İnsanlar isə bu qədər kör ola bilirlər ki, başqa din və təriqətlərdən olan müdrik adamları görməmək, işığa reaksiya verməmək. Bəzən adamın ölü və ya diri olduğunu bilmək üçün gözünü açıb bəbəyinə işıq sıxırsınız ki, orada bir reaksiya varmı? İnsanın ruhu ilə də bağlı belədir. Əgər insan mənəvi işığa qarşı reaksiya vermirsə, o ölüdür. Quran bunlara ölülər deyir. Və Yasin surəsi ki, müsəlmanların ən çox sevdiyi surədir. O surə bilirsiniz nədən danışır? İşığı tanımayan qaranlıq adamlardan. Peyğəmbərlər gəlir kəndinə, daşlayıb öldürürlər onları. Bax, bu hekayə heç vaxt bitmir. Təəssüf ki, çox adamın gözü açılmayacaq, deyir Quran. Maun surəsini də Allah ona görə orada verib ki, dindarlığa bürünə bilərsiniz və qəlbiniz xeyirxahlığa qarşı, mərhəmətə qarşı, ədalətə qarşı kar qalar. Bax, onda siz əsl uduzmuşlarsınız.